transcendentalist yoxdur ki, Azərbaycanda mən tanımıram ki, sən ruh olaraq keçmiş həyatların qapısını aça bilsin. Bu ona Allahın icazəsi lazımdır. İslam anlayışı nə demək? Təslimiyyət ərəbcə. Təslim olmaq. Addatsa Boqorus demişkən. Birinci özünü ruhi varlıq olaraq tanımalısan. Mental yoga təlimindən keçmək və müdriklərdən dərs almaq, misal üçün. Ondan sonra ki, bilirsən ki, sən ruhi varlıqsan artıq. Ondan sonra gündəlik ali şəxsi xatırlamalısın. Və o sevgini başqa qadınlarda axtararaq, anamın qisasını, yəni ilk başda sevgi axtararaq, anam oxşayan qadınları seçərək, onlardan uzaqlaşaraq, sanki anam məndən uzaqlaşmasının heyfini çıxmış oluram. Salam, hər vaxtınız xeyirli olsun. Tamaşaçıları salamlayıram. Mən də Əli salamlayıram. doktor, sizi də salamlayıram. Xoş gəlmisiniz. Bəli, veriliş şərtinə bir-birimizi salamlayaq təbii ki. Bəli. Bugünkü mövzumuz alın yazısı, qədər, karma haqqındadır. Bəli, vacib mövzu. Sual vermək istəyirəm sizə. Alın yazısı varmı ümumiyyətlə doktor? Alın yazısı var mı? Yəni biz bu dünyaya gələndə... Alında yazı görürsünüz məsələn. Burada xəttlər var, görürsünüz, alın yazısı. O anlamda deyil də təbii. Aha, buyurun. Yəni biz bu dünyaya gələndə bir qədərlə mi gəlirik? Yəni artıq öncədən yazılmış bir yazı ilə mi gəlirik? Gəlin sizə bir misal üzərindən başlayayım. Baxın, şahmat oyunu var, bir də nərd oyunu var, düzdürmü? İki müqayisə. İndi mən sizə sual verəcəm. Sizcə həyatınızı şahmat kimi qura bilərsinizmi? Şahmat necədir? Şahmat oynayana bilir. Bütün taxta gözün qabağındadır. Bütün oyun səndən asılıdır və rəqibinin gücündən uyğunlaşdırılmaqdan asılıdır. Bütün oyunda seçim ancaq sən edirsən. Yəni oyunu tamamilə nəzərə alıb ağıl gücü ilə oynaya bilsən udacaqsan. Onun hilələrini, sənin rəqibinin və s. hesablaya bilirsən, taxta gözün qabağındadır. Orada təsadüf şərti yoxdur. Bir də var nərd oyunu. Nərd necədir? Zər atırıq. Zərdə 3-2, sədu düşdüsə 3-2-yə görə optimal ağıllı variant oynamalıyıq rəqibi nəzərə almaqla. Şeşkoşa düşsə şeşkoşanı. Bəzən zər bizim əleyhimizə işləyir, oradan da vəziyyətdən çıxmağa çalışmalıyıq. Sizcə o bizim həyatımız nərd oyununa bənzəyir, oradan keçəcək alın yazısına təbii, yoxsa şahmat oyununa bənzəyir? Və bütün ağıllı başlara bu sualı bir ünvanlayıram. Bizim YouTube kanalından izləyən və TikTok'da izləyənlərə. Həyatımız nərd oyununa mı bənzəyir, şahmat oyununa mı? Buyurun. Şahmat. Şahmata. Heç dünyanı idarə etməyə çalışan qüvvələr var, ha Səidə xanım, ki onlar hər şeyi, çox şey nəzərə alırlar. Dünyada çox şey idarə etməyə, nüfuz etməyə qabiliyyətləri var, pulları var, imkanları var. Onlar belə, düzdür, dünyanı şahmat taxtasına bənzətsələr də, onlar belə məncə şahmat oynaya bilmirlər, deyəcəm niyə. Baxın, belə bir kitab var, Zbigniew Brzezinskinin, Bush ailəsinin geostrategiya üzrə məsləhətçisi olub, Yahudidir, Polşadan doğulmuş, böyümüş, sonra da Amerikada yaşamış bir ailənin övladıdır. Onun kitabı var, Böyük şahmat lövhəsi və Avrasiya şahmat lövhəsi. Ki belə indiki proseslər çox onun kitabı üzrə gedir. Hətta onlar belə bəzən bəzi hadisələri ölçüb biçə bilmirlər. Dünyada bütün bir çox məlumatlar əllərində olsa da. Düz onlar şahmat taxtasına baxsalar da, onlar belə bu oyuna şahmat kimi oynanmazlar. Çünki onlar da zər atmağa məcburdur. Zər atmağa məcburdur və Stingin bu barədə mahnısı var. Kartyojen kimi kartları fırlatması ilə bağlı Stingin məşhur mahnısı var. Yəni biz bu həyatımızı nərd oyununa bənzətməliyik. Çünki o qədər bizim istəyimizdə zid şərait və şəraitlər var. Elə doğulduğumuz ailə. Biri doğulur padşah ailəsində, biri doğulur kasıb ailədə. Necə fikirləşirsiniz? Eynidirmi çıxış gücümüz? Xeyr. Vəssalam. Demək ki, zər atdıq, biri düşdü padşah ailəsində doğulmağa, zər atdı, o birisi düşdü kasıb ailədə oldu. Birinci zərdən şeşkoşa atdı məsələn, daha yüksək şey tutdu. Yəni bu təsadüfdür? Yox, zəri mənim əlim atır axı. O havada fırlanması zadı hamısı. Ağlımla idarə etmədiyim tərəf var həyatımın, onu demək istəyirəm. Onu da mənim əlim idarə dəyir. Çox maraqlı, nərd oyunu çox gözəl misaldır. Və ağlımla idarə etdiyim tərəf var. Nərd düşdü məsələn 5-in 4-ü, 5-in 4-ünə görə. Pəncahara görə oynamalıyam. Pəncaharın amma optimalını oynamalıyam. Şans əsəri var da ilk baxışda şansda. O şans dediyiniz hamısı karmadır. Yəni əlavə nə variant var ki orada? Bunu sübut edəcəm bu gün. Necə? Ha, var. Heç. Yəni şahmat odur ki, sən hər şeyi sənin idarəndə ola bilər. Nərddə elə deyil. O zər tutanlar istisnadır. Zər tutanlar cəzalandırırlar təbii ki. Zər tutanlar var da, xüsusi zərə öyləşir ki, zər. Deməli, nədir? Bu dünya nərd oyununa bənzəyir, bu dünya həyatımız.
Bunun bir əmma odur ki, burada zərin düşməsi sənin karmandır. Alın yazısı zərindir. Alın yazısı zərdir. Amma o zərə görə oynamaq bu həyatda yazdığındır. Alın yazısı ilə doğuluruq mu? Bəli, doğuluruq. O alın yazısı atdığın zərin düşdüyü daşlar, rəqəmlərdir. Amma qədərimiz nədir? O zərə görə oynamağımız. Nerede oyunu? Qəza qədər mövzusunu bu şəkildə neynir? Həll edir. Aydındır mı? Deməli, zər atırıq, o zərdən düşən daşdır, rəqəmlər bizim alın yazımızdır. Zəri biz atırıq. Amma zəri də biz atmışıq, keçmiş həyatımızda atmışıq. Keçmiş həyat, bundan qabaqki həyatlarımızda onu qazanmışıq. Başqa halda məntiq və ədalət yoxdur. Başqa halda məntiq və ədalət yoxdur. Bu bizim birinci həyatımız olsaydı, müqəddəs kitab son həyatı axırıncı həyat deməzdi. Və belə bir ayə var Quranda, bilmirəm hansı nömrə və surə axtarıb tapmaq da olar. Onlar bundan sonra da onların sonuncu ölümü olacaq. Möminlərə deyir, Allahın varlığına əmin olanlara deyir. Ona görə bəli, bu birinci həyatımız olmaya bilər. Çünki hamımız eyni çıxış nöqtəsində çıxmırıq, hamımızın zərimiz eyni rəqəmləri vermir ki, biz hamımız eyni oyun şərtlərində oynayaq. Bu demək ki, alın yazısı var. Və bunu başqa cürdə dərinləşdirib izah edə bilərik suallarınız üzərində. Elə bunu demişkən gəlin biraz karmadan danışaq. Ümumiyyətlə karma nədir doktor? Ümumiyyətlə karma ilə Allahın var oluşundan ortaya çıxan məntiqdir. Karma ilə nə? Buyurun. Nəsə demək istəyirsiniz? Karma alın yazısı deyil. Karma alın yazısı deyil. Karma nədir? Karma odur ki, mən alınıma yazını, alın yazısı deyəndə, yəni qədər deyirlər. İslamda ona qədər deyirlər. Yox, baxın, alın yazısı deyəndə insanlar elə qəbul edirlər ki, mənim alnıma Allah bir yazı yazıb, mən bu yazı ilə sonra da narazıçılıq bildirirlər ki, mənim niyə belə alın yazım var və s. Bunu nəzərdə tuturam. Yəni onların anladığı alın yazısı ilə karma eyni şey deyil. Aydındır. O alın yazısı, mən alın yazısı eyni söz demədik. O dedikləri alın yazısı çox yanlış fikirdir. Onda var oluşumuzun mənası itər axı. Onda niyə varıq ki, Allah yazıbsa hər şey, mən robotam? Xeyr, robot deyilsən. Sən robot deyilsən. Ayxan durub, bu dəqiqə məclisi tərkib gedə bilər, Ayxan o seçim edə bilər. Siz də başqa seçim edə bilərsiniz, mən də. Yəni seçimlərlə yaşayırıq biz. Ona görə elə alın yazısı yoxdur. Alın yazısı deyəndə mən bunu nəzərdə tuturam. Keçmiş həyatdan gətirdiyimiz şərtlər, onlardan kənara çıxanmırıq. Onların çərçivəsində oynaya bilirik ancaq. O zər atanda sərdu düşdü. Bax, alın yazısı keçmiş həyatdan gətirdiyimiz sərdudur. O sərduya görə, üçkiyə görə oynamalıyıq. Bu olur alın yazısı. Karmadır həm də. Yəni bu həm də karmadır. Karma budur da elə. Karma alın yazısını karmik olaraq araşdırmalıyıq. Başqa cür alın yazısı bu demək ki, mən robotam və bu da doğru deyil, təbii ki. Aydındır, çox gözəl vurğuladınız. Doktor, bir də var, məsəl üçün karma, keçmiş həyatlardan gətirdiyimiz karma var və var ki, mən bugünkü məsələn nəsə etdim, 3 gündən sonra mən eyni şeyi yaşayıram. Bir də bu həyatda yığdığımız karma var. Aydındır. Elə bu həyatda da ona görə cavab verdiyimiz karma. Bu həyatda o karmaya biz cavab verdiyimiz halda bu gələcək həyatlara qalırmı? Bunu soruşmaq istəyirəm. Bəli, bu həyatda cavab verəndə gələcək həyata qalmayacaq. Gəlin onu vəzi karma sözünü açaq. Çünki karma haqqında o qədər yanlış fikirlər ortaya atılır. Ümumiyyətlə karma sözü gəlib sanskrit dilindən. Bax, bunu mütləq vurğulayaq. Sanskrit Hindistan dili deyil. Hindistandan daha qabaq Hindistan ərazisində mövcud olan Devanagari, yəni əlifbası ilə yazılan sanskrit dili var. Sanskrit yazısı var. Sanskrit qədim müqəddəs yazıların dilidir. Və sanskrit dilindən karma nə deməkdir? Fars dili də həmin sanskritə yaxındır. Hind-Avropa dili ailəsi hamısı sanskritə yaxındır. Qədim Ari dil ailəsində, Hind-Avropa dil ailəsində və sanskritdə karma, kar sözü var. Biz işlədirik kar, qulağı kar yox ha. İş var, karxana, kar. Məsələn, sənətkar, nəğməkar, nə bilim, peşəkar. O kar nədir? Kar iş deməkdir, etdiklərin deməkdir. Kar, karma sözündə kar, farsda kar demək ki, kar deyir də, iki söz işlətmirlər. Həmin o kar, həmin kardır. Nəğməkar, sənətkar. Yəni kar işdir. Gördüyün işdir. Karma isə gördüyün işin əldə etdiyin cavabıdır, nəticəsidir.
Nə tökərsən aşığa, o da çıxar qaşığına. Amma nəsil karması, ay nə bilim belə şeylər siz bunlar səthi baxışlardır. Tutaq ki, mənim atam kiminsə oğlunu vurub öldürübsə, o da onun atası da məni vurub öldürə bilər. Öldürməyə layiq olduğum karmasını danışırlarsa, bu karma bu həyatda qazanılan bir nəticədir. Amma maraqlı bir şey var. Heç bir oğul atasına görə cavabdeh deyil Allah qarşısında. Heç bir övlad valideynə görə, yəni valideynin verdiyi şeyə görə, etdiyi, yaptığı əməllərə görə, başqalarının ciddiyinə görə cavabdeh deyil. O övladın cavabdehliyi valideyn az sus qalsa, pis vəziyyətdə olsa ona baxmaq, o ayrı bir məsuliyyət anlayışıdır. Amma kimsə başqasının günahını daşımır. Valideyn övladına cavabdehdir. Bəli, müəyyən yaşa qədər cavabdehdir. Müəyyən yaşa qədər cavabdehdir. Ona görə nəsil karması səthi baxışdır, yanlış baxışdır. Karmanı mən bu bədənin sahibi olaraq, ruh olaraq qazanıram. Doğulduğum ailəni də o cür qazanıram ki, doğulduğum ailədə qan düşmənçiliyi varsa, məni vurub öldürəcəklərsə, bu mənim əslində keçmişdən gətirdiyim karmamın bu nəsildə təzahürüdür. Bu nəsil də o karma ilə seçilibdir. Aha. Yəni demək istəyirsiniz ki, mən insan kimsə öldürmüşəm ki, məni vurub öldürürlər. Bundan daş... qabaqki həyatımda, başqa bədənimdə. O dəqiqə sual yoxdur, mən başqa bədənimə cavab deyəm. Əlbəttə, sən ruhsan da. Sən bir maşından şu başqa maşına minəndə, o maşında olan ştraf deyil, cərimələrə cavab deyil daşıyırsan axı. Karmanı anlamaq, bu cür baxmaq lazım. Mən birinci bilməliyim, mən əbədi ruhi varlığam, bədən mənim cihazımdır sadəcə, mən Allahın ayrılmaz, bölünməz hissəcik parçasıyam və bu həyatım ilk həyatım olmaya bilər. Yəni, ruhi dünyadan birbaşa insan peyğəmbər olardın ki. Sən bundan qabaq həyatların var ki, bu ailədə doğulmusan, əziyyətdə doğulmusan və ya şöhrətdə doğulmusan və ya belə. Bunlar hamısı sənin bundan qabaqki həyatında qazandıqlarındır. Biri padşah ailəsində doğulur, biri kasıb ailədə doğulur, biri şikəst doğulur, biri sağlam doğulur. Və digər şərtlər də onun üstünə gəlir. Bunu açıqlaya bilərsiniz. Məsəl üçün, mən şikəst dünyaya gəlmişəm. Mənim şikəst olmağımda valideynlərim də əziyyət çəkir də, düzdür? Bəs onların karması nədir? Yəni, siz həmişə açıqlama verirsiniz. Allah kimləri bir gəmiyə yığır deyirsiniz. Allah yəni bir güllə ilə neçə dovşan vurur da, belə deyək. Allah özü birbaşa bundan məşğul deyil, belə pis çıxmasın. Yəni, sistem belə Allah bir oyun proqramistdir, Rəbb deyirlər, Rəbb proqramistdir. Bu dünya, maddi dünya oyunun proqramı qurulub, biz o proqramla oynayırıq. Belə kobud misal olaraq desək. Maddi dünya, kompüter oyunu proqramın içindəyik. Proqramist o proqramı qurub, proqramla yaşayırıq. Proqrama görə, o proqram da o verilən qədər çərçivəsidir. Sən onun içində oynayırsan. O proqramla oynayırsan, bir kompüter oyunu. Amma kompüter oyunu necə ki, uduş şansın var, necə ki, doğru seçim şansın var, burada da həmin seçim şansın var. Yenə nərdə oyunu prinsipinə qaydırıq. Yəni o zərlər kompüter oyunun proqramıdır, şeydir, qoyduğu çərçivələrdir, təlimatlardır. Bax, budur proqramistin qoyduğu qanunlar. Məsələn, içki içmə, zina etmə, qeybət eləmə, filan şey eləmə, öz haqqını, özünə rəva görmə, başqasına rəva görmə, başqasının haqqına girmə. Bunlar bu oyunun qaydalarıdır. Pis oynayacaqsan heyvan bədəninə, bir hüceyrəliyə, cəhənnəm planetlərinə düşəcəksən. Yoxsa məntiq və ilahi sistem dağılır. Belə bir sual vermək istəyirəm sizə. Mənim karmam məsəl üçün budur. Mənim o karmamı dəyişmək yəni şansım heç yoxdur. Alın yazsın, dəyişmək olar. Çünki sən özün yazmısan. Sən yazmısan, sən dəyişdirə bilərsən. Yəni, bunu necə dəyişə bilərsən? Delete eləmək lazımdır yapdıqlarını. Ki, əks sədası olmasın. Onu kim delete edə bilər? Allah. Əlbəttə proqramist. Sənin əlində oyunun proqramı yoxdur ki, səndə o server səndə deyil axı. Bunun üçün Allaha dua eləməliyik. Ay, sağ olun. Deməli, mən karmik keçmişimi təmizləmək və bu həyatda əks təsirlərdən azad olmaq üçün hər gündən ki, hər an tövbəkar olmalıyam. Hər an Allahım məni bağışla deməliyəm. Allahım mən hər kəsi bağışlayım, sən də məni bağışla deyərək yaşamalıyam. Və bunu anlayaraq ki, mənim yapdığım əməllərin əks təsir olmadığısın deyə yapdıqlarımı delete eləyib silə bilən yalnız bir varlıq var, bir şəxs var. O şəxs, o varlıq, o zat da bütün virtual gördüyümüz dünyanın proqramistidir. Aydın. Doktor, bu karma reinkarnasiya anlayışları ölkəmizdə yayılandan sonra insanlarda belə mütəxəssislər çıxıb ki, səni keçmiş həyatına qaytaram, orada da çoxu sərkərdədir, hökümdardır və s. Bu nə dərəcədə doğrudur? Keçmiş həyata qayıda bilirikmi? Onu biz görə bilərikmi? Bir nəfər canlı maraqlı söz yazı sonra sizə cavab verəcəm İncimin. Dedi ki, mən görmədiyim işinə inanmıram. Onda siz elmi də qəbul etmişsiniz. Onu gözlə görmürsünüz ki, elmin məntiqi var, məntiqlə empirik təcrübəsi var və onları siz görmürsünüz, amma inanırsınız və bu telefon əlinizdə işlədirsə, onun içindəki elektron axını görmürsünüz, onu elmlə təsbit edirlər. Gördüyünə inanmaq
özü də əqli cəhətdən yarımçıq yanaşmadır. İnciməyin, ağlınız yerində təbii, amma yarımçıq yanaşmadır. Qaldı ki, sizin sualınızla bağlı bir də deyək ki, keçmiş həyatlara qaytaranlar var. Bəli. Regressoloq bu nə deyirlər. dərəcə? Bəli, bəli. Regresslə məşğuldurlar. Baxın, nə mənası var birinci bunun? Gəl əvvəl bununla başlayaq. Bunun mənası varmı? Nə əldə etmisənsə, bu Bəlkə dəqiqə bu əldə mənə etmisən. motivasiya verəcək daha. Yəni Fikirləşəndə ki, mən keçmiş həyatımda hökmdar olacağam, bu həyatımda daha burada ehtiyatlı olmaq lazım. qoltuğum qarpızlı olacaq. Mental yoqaya görə hamımız mütləq ilk maddi, material, bu qaba maddi dünyaya girəndə ilk həyatımızda padşah olmuşuq. Nəinki padşah, kainat babası olmuşuq və kainat nənəsi olmuşuq. Böyük olmuşuq. O hamımızda var şuur altında böyüklük. Və ruhun özündə də Allahın parçası olduğu üçün ruhda Allahlıq iddiası var. Ona görə oyunun ilkində hər birimiz bir kainatın böyüyü və başçısı olmuşuq. Yerdə gəzən qarışqa var, indi qarışqa bədənə düşən ruh. Nə vaxtsa kainat böyüyü olubdu. Biz bu barədə seminarlar verəcəyik. İnsanlara bunu çatdıracağıq daha geniş kütlələrə bu barədə düşünsünlər. Doktor, çox üzr Bu istəyirəm. dini təbliğat deyil. Bu ruhi bilik və mental yoga təlimatı. Deməli, regressoloqların fırıldağı çoxdur və mən regressoloqa getməzdim. Niyə? Çünki nəyə görə? Mən tənqid üçün demirəm, məntiq üçün deyirəm. Nəyə görə? Çünki keçmiş həyatlarıma girməyə məntiq görmürəm. Və ikinci, elə bir ruhi bilik müəllimi, güclü və transcendentalist yoxdur ki, Azərbaycanda mən tanımıram ki, səni ruh olaraq keçmiş həyatların qapısına aça bilsin. Bu ana Allahın icazəsi lazımdır. Proqramistin icazəsi olmasa, proqramistin dostu olmasa, böyük övliya şəxsi olmasa, Allah dostu olmasa, o sizi keçmiş həyatınızı qaytarmağa, özü qaytarmır yer gəlmiş. Allaha deyil, Allah qaytarır. Ondan, Allahdan bunu xahiş edəcək gücü və ruh böyüklüyü yoxdursa, saflığı yoxdursa, o sizi regressologiya kursu keçib keçmiş həyatınıza qaytarmır. O biz nə edir? Şuur altınızdakılar oyadır. Güya sən keçmiş həyatındır. Və hamı da keçmiş həyatında prinses olub nədənsə, hamı da padşah oğlu olub nədənsə, hamı döyüşdə öldürülüb nədənsə, hamının sevgisi yarımçıq qalıb nədənsə. Bu sizin uşaq vaxtı baxdığınız filmlərin beyninizdə qalan əks sədasını oyadırlar. Çünki keçmiş həyata qayıtmaq birinci məntiqsizlikdir. Nəyin var artıq almısan, qazanmısan. Məntiqini də bilməlisən ki, sadəcə bu olubdur ki, bu əzabları ona görə qəbul edə bilirsən və Allahdan bağışlanma diləyə bilirsən. Hətta Peyğəmbərin duası var ki, bildiyim və bilmədiyim səhvlərimə, günahlarıma görə məni bağışla. Ona görə bilmədiklərin də var, o keçmiş həyatdan qalan izlərdir. Nədən gelir söhbət? Yəni sən geri qayıdıb nəyi dəyişəcəksən ki, orada heç nəyi dəyişmək olmur. Ora qayıtmaq üçün gərək proqramist bütün kainatlar var. Sən Allah bir hansı kainatdansı bədəndə olmusan. Bütün bunların ümumi proqramistinə müraciət eləmək lazımdır və bunun da məntiqi yoxdur. O gülər bizə ki, sən başın xarab mı olub? Xeyr ola. Sənin əlində qazandığın budur özünü. Keçmişdə nə qədər ruh itirmisən, nə qədər can itirmisən, nə qədər yaxın adam itirmisən, nə qədər heyvan bədənlərində olmusan, bəlkə uzaq olsun. Bunların hamısını indidən yaşamaq mı istəyirsən? Ona görə regressoloqlar müraciətin məntiqi əsasını görmürəm. Məntiq görmürəm burada və hər birinə özlərinə bunu deməyə və bu debata çıxmağa da hazıram. Bu barədə çalışan insanlar ki var ki, keçmiş həyatına qaytarım səni. Onlar sizin şuur altınızla oynayırlar və bundan pul qazanırlar. Mental yoga təlimi olaraq bu cür yanaşıram. Karma bu cürdür. Məni kimsə incidirsə, mənim ağrım, acım dərəcəsi nə qədərdirsə, demək kimisə o dərəcədə incitmişəm. Bu həyatını incitməmişəm, axı Allah. Məni niyə 11 yaşında zorlayıb öldürdülər? Qız uşağı idim. Niyə mənim başıma gəldi? Niyə başqasının yox, məhz mənim başıma gəldi? O ruh o sualı verə bilər axı Allaha. Bəli. O suala cavab verin, düşünün. Buyurun. Doktor, bayaq siz dediniz ki, biz hər birimiz Allahın parçasıyıq və hər birimizdə Allahlıq iddiası var. Ruhən hə. Belə olan halda Allaha qayıtmaq çətin deyilmi? Çünki Allaha qayıtmaq üçün Allaha təslim olmaq lazımdır. Mümkün deyil. Qayıtmaq çətin, o mümkün deyil. Çünki ilahi hüzurda yalnız bir Allah var. Yalnız bir Allah əslində var. Allah olmaq demədim, Allaha qayıtmaq dedim. Bilirəm, Allaha qayıtmaq olmur da, mümkün deyil. Allahlıq iddiası təmizlənməsə Allaha qayıtmaq olmur. Yəni, zaten də maddi bədənlərə, bu dediyimiz, göründüyümüz dünyaya, bu görünən bu oyun dünyasına girməsinin səbəbi də onun yanında bir gün Allah olmaq istəyirdik, onun yanında artıq qala bilməzdik. Çünki bir dənə mütləq ali şəxs var. Biz mütləq ali şəxs deyilik, bir parçacıqlarıq. Amma bizim içimizdə o Allahlıq keyfiyyəti var, istəyi var. Hamımızda. Ona görə bura düşürük. Qayıtmaq üçün niyə İslam sözü işlənir? İslam nə deməkdir? İslam dini ayinlərin icrası deyil təkcə. İslam anlayışı nə demək? Təslimiyyət ərəbcə. Təslim olmaq, addatsa boğulus demişkən, Allaha özün təslim edərək ancaq qayıda bilərsən.
Bütün qədim müdriklər də belə deyib. Ruhən özünü ona təslim edirsən, ağlını da ona qulluğa keçirirsən, həyatını ona həsr edirsən, karma yoga mütəxəssis olursan, tədricən qalxırsan mental yoga səviyyəsinə, əməllərini ona həsr edirsən, yaxşılıqlar edirsən və onda şans var. Bir də hər gün onu xatırlamalısan ki, ölüm anında əməllərin negativindən təmizlənmiş halda və onu xatırlayaraq ölüm anında övladını, uşağını, o sevgilini yox, ali şəxsi xatırlayaraq ruhi dünyaya köçmək. Ona görə yaxşı olar ki, hər kəsin ailə, doğma, sevgi cütü sizinki kimi ailə, ali şəxsi xatırlayan biri olsun ki, ona toxunanda, onunla baxışanda, onu sevgi ilə qucaqlayanda hər dəfə Allah yadınıza düşər. Doğmalıq hissi Allahı xatırladan bir hissdir. Doktor, əslində keçmiş həyatlarımızı xatırlamamağımız biraz ədalətsizlik deyilmi? Məsələn, Allahı görə biləcəksinizmi? Ali şəxs deyək də. Allah deyən dini olur. Burada bir sual yazılır. Bağışlayın, üzr istəyirəm. Bunu mən canlı yayına maraqlı suallar var. Ali şəxsi görmə imkanınız ola biləcəkmi? Bunu o icazə versə hər şey olacaq, əlbəttə. Buyurun. Deməli, belə bir sualım var sizə. Əslində keçmiş həyatlarımızı xatırlamamağımız ədalətsizlik deyilmi? Məsələn, mən keçmiş həyatımda hər hansısa bir səhvi etmişəm. Mən bu həyatımda bunu xatırlamıram və yenidən eyni səhvi edirəm. Amma səhv edirsən də, bilirsən ki, səhv edirsən, demədə. Bu bir. Yox, anlamıram və səhv edirəm, onu deyirəm, anlamadan edirəm. Mərhəmətdir. Elə şeylər var ki, insan bu həyatında onu xatırlamaq istəmir. Elə qəbaətlərimiz var ki, özündən gizlədirsən. O zaman mən sualı belə qoyum. Mən nə edim ki, bu mənim sonuncu həyatım olsun? Onu dedim axı. Birinci özünü ruhi varlıq olaraq tanımalısan. Mental yoga təlimindən keçmək və müdriklərdən dərs almaq, misal üçün. Ondan sonra ki, bilirsən ki, sən ruhi varlıqsan artıq. Ondan sonra gündəlik ali şəxsi xatırlamalısan. Doktor, Və xatırlamaya başlamamışdan qabaq da ali şəxsdən üzrxahlığını eləməlisən və başqalarını da bağışlamalısın. mənim ətrafımda olan insanlar özlərini ruhi varlıq kimi görmürlərsə, mən özümü ruhi varlıq kimi gördüyüm halda onlarla münasibətlər çətin olmur. Çətin olur, əlbəttə, asan olmur, amma sən rol oynamağa məcbursan da. Onları birdən-birə beyinləriniz, məsələn, mən deyirəm, çox adam anlamaya bilər. Mən onlara mütləq fikri yedirərək beyinlərini zorlaya bilmərəm axı. Onu anlayanlar üçün danışırıq biz. Yox, anlayanlar üçün danışmaqdan getmirəm, söhbət getmir. Yəni, mənə davamlı pis davranan insanlara mən özümü anladığım üçün xoş davranmaq məcburiyyətindəyəm. Məcburiyyətində deyilsiniz. Bəzən bir evdə qalmaq məcburiyyəti olduğunuz insanlar var, amma hamı ilə o məcburiyyətiniz yoxdur. Çox nadir hallarda, o da karman təmizlənən kimi onunla ünsiyyətdə olmağa məcbur olacaqsın. Deməli, sən ona karmik borcu, ay Allah, məni bağışla deyirsən, Allah qəti qabağına çıxardır kimisə. Deyir ki, bununla ödəş, onda bağışlayacaq. Yəqin ödəməli olduğu şeylər var. Təkcə sözlə axı keçməyə bilər. Olub bizim təlimə gələnlər həyatında sonra birdən-birə negativ hadisələr sürətlənib, sonra başlayıb pozitivləşməyə. Yəni, bəzən karma belə sürətlə təzahür edirsən, ağırlıq çəkirsən, sonra birdən-birə buraxır, yüngülləşirsən. Bilmirəm, anlayabildiniz nə demək? Bəli, anladım. Yəni, sən istəyirsənsə ki, axırıncı həyatın olsun, bu həyatında, axırıncı həyatında sahibini tanıyacaqsan və onunla ünsiyyətə başlayacaqsın. İnsanlar ki, səni incidir, aral durmaq imkanı olanlardan aral duracaqsın. Aydın. Amma aral durmaq qaçmaqdır. Həll etmək vecinə almamaq öyrənməkdir. Bağışlamaq vecinə almamaq öyrənmək. Və bir də yenidən zədə vurmamaq üçün təbii müəyyən tədbirlər görmək də o demək ki, onun da karmasını ağırlaşdırmırsan. Ona sən növbəti pislik eləməyə icazə versənsə, onun karması bir dəfə ağırlaşır. Nə qədər sən onu bağışlasan da, o öz cavabdehliyi ayrıca qalır axı onun boynunda. Aha, bəli. Onun karması Bağışlamaq səni yüngülləşdirir, onu yüngülləşdirir mi? Bu sual altındadır. O qədər həyasızdır ki, bəlkə, o qədər abırsızdır ki, Allah qarşısında. Yox, mütləq cəzalacaqsan, onu bağışlasan da. Aydın. Elə Allahın sistemi o cür, başqa cür işləyir. Bizim düşüncəmizdən fərqli işləyir çox vaxt. Mən bildiyimə görə. Ona görə, bəli, alın yazısı bu şəkildə var deyə bilərik. Doktor, qədər alın yazısı, qəza, bəs şuuraltının təsiri varmı? Hə, o da yaxşı, vacib sualdır. Çünki nəyə görə? Şuuraltı təsiri nədir? Nəyə görə deyirlər? Məsələn, mən psixi travma almışam. Eləmi? Tutaq ki, məsələn, anamın sevgisindən məhrum olmuşam. Evin böyük uşağı kimi, misal üçün deyirəm. Və o sevgini başqa qadınlarda axtararaq, anamın qisasını, yəni ilk başda sevgi axtararaq, anam oxşayan qadınları seçərək, onlardan uzaqlaşaraq, sanki anam məndən uzaqlaşmasının heyfini çıxmış oluram. Belə bir sistem yaşayıramsa, mənə burada şuuraltı tərpədir. Bu şuuraltı da
keçmiş həyatdan yığdığım karmanın bu həyatda əks sədasının üzə çıxmağıdır. Niyə mən o ailədə olmuşam ki, o anaya rast gəlmişəm? Bu da karmadır. Karmadır əlbəttə. Və o karmanın yaratdığı fəsaddır. O fəsadı psixoloq təmizləyir. Karmanın yaratdığı karmik məsələni biz təmizləyirik. Mental yoga mütəxəssisi olaraq onu öyrədirik. Mən həm psixoterapevt kimi əvvəl onu təmizləməliyəm. Bildim niyə mən belə eləyirəm. Niyə eyni oxşar qadınları tapıram. Niyə onlardan ayrılmağa meylənirəm. Niyə onlara xəyanət eləmək istəyirəm, edirəm. Və yaxud da kişidirsə, Kişi də qadındırsa kişilər atası kimi. Misal üçün də bu misal da əslində başqa travmalarda, başqa izlər də var. Onu tapandan sonra bəs niyə bu ailədə doğulmuşam ki, bu travmanı almışam? Anam mı günahkardır? Xeyr, anan günahkar deyil. Bu dəqiqə psixoloqlar valideynləri çox günahlandırır. Valideynlər günahkar deyil. O valideynlərin ailəsinə düşməyin də sən eləmisən, sən keçmiş həyatdan qazanmısan deyə valideyni avtomatik bağışlamalısan. Biz psixoterapevt olaraq valideyn sənin ciddi ona görə travmalısan deməklə valideyni günahlandırmaq fikrimiz yoxdur. Mental yoga biliyi olan psixoterapevt deyəcək ki, yox, əslində bu ailəni sən qazanmısan. Ananı günahlandırma. Amma siz deyirsiniz, ananı günahlandırma, sadəcə uzaqlaşa da bilərsən də o anadan. Yox, əgər artıq yetkinsənsə. Anadan uzaqlaşmaq yox. Ana sənə möhtacdırsa, anaya səndən başqa kim baxa bilməyəcək durumdadırsa baxmalısan. Bu da sənin karmanın davamıdır. Sən bunu ödəyib qurtarmamısan deməkdir. Bunu da anlamaq lazımdır ki, tutaq ki, mən anama baxmağa o vaxt məhkum olam ki, onun yanında qolundan tutacaq başqa kimsə yoxsa tutmağa məcbursan. Hətta o bunu istəmirsə göyə ilk baxışdan. Allah bunu belə istəyir. Və Allahla, əsas Allahla ahəngdə yaşamaqdır. Allahım, sən mənə nə istəyirsən? Qabağına qoyacaq, mən sənə bunu istəyirəm. Bunu yaşayıb bitirməyi istəyirəm. Ta ki, rahat şəkildə bunu qəbul edən təslimiyyət anına qədər. Öz şəxsiyyətinə zərər verməmək şərtilə və zərərlərinə qarşısını almağın ağıllı yolları var ki, zərərin qarşısını bayaq dediyim kimi niyə almaq lazımdır? O səni incidəndə o da karma yığır. Onu da qarşısını almaq üçün səni incitməməyində yollarını tapmalısan təbii. Birinci yol daxilən rahat olmaqdır. Daxilən rahat olan bu dünyada heç kim və heç nə incidə bilməz. Başqa sualınız var mı? Xeyr, çox sağ olun doktor, təşəkkür edirəm. Mən də minnətdaram məntiqli suallara görə. Və bu sayədə kiminsə suallar olacaq. Onlar kommentlərə yazın YouTube-da. Çalışacağıq bunun üzərində növbəti söhbətlərimizi quraq və davam edək. Səidə xanım, minnətdaram sizə. Mən sizə minnətdaram.